Mənim üçün məni düşünən və mənə görə narahat olan bütün hər kəsə ürəyimdən təşəkkürümü bildirirəm və demək istəyirəm ki, haqqınızı mənə halal eləyin. Elə demə. Biz, sən biləsən ki, bu efirə zəng vuran o qədər xanımlar oldu, o qədər analar oldu ki, sənə görə narahat oldular, sənin dostların sənə görə narahat oldu. Amma sən güclü qadınsan, Rəqsanə. Sən çünki hər zaman öz ayaqlarının üstündə durmuşsan. Bu göz yaşları əslində sevinç göz yaşlarıdır. Bilirsən niyə? İnsan bəlkə boşa düşəndə öz dostunu, düşmanını daha yaxşı tanıyır. Mən əfsuslar olsun ki, illərlə Rəqsanə ilə dostluq edən bəzi aparıcılarımız, bəzi ifaçılarımız, Rəqsanəyə maşallah heç nəyə ehtiyacı yox idi sizdən. Onun dağ boyda qızı var ki, hansı ki gecəsini gündüzünə saldı. Bir gözü ağlayıb, bir gözü güldü, amma o balasını belə tək qoyaraq anasının yanında oldu. Amma sən bilsən necə insansan, mən səninlə işləməyimdən başqa, mən səni içimdən tanıyıram. Mən hiss edirdim ki, sən bizə baxırsan və mən bunu, hissiyatım mənə bunu deyirdi ki, Rəqsanə bu dəqiqə umur ki, onun adı çəkilsin. Amma sən bir şey də bil ki, bu xalq səni nə qədər sevirmiş. Başa düşürsən? Ona görə də mənə elə gəlir ki, hər şey pis günlər dalda qaldı. Allah böyükdür və mən bir Azərbaycan qadınıyam və 4 evladım var. Və çox çətin bir dövr yaşayıram. Yəni mən çox çətin bir dövrdür mənim üçün. Mən düşünürəm ki, hər şeyi geridə qoyaraq mən evladlarımın yanında olmalıyam və mənim onların yanında olmağım daha lazımlıdır. Bilmirəm, bugün burada özümü ilk səhnəyə çıxdığım kimi hiss eləyirəm. Çox narahatsan çox böyük həyəcanım var. Yəni, çox narahatsan, mən hiss edirəm bunu. Çox böyük həyəcanım var və mən çox xahiş eləyirəm. Heç kəs məni pis başa düşməsin. Bu həyatda hər birimiz hər bir şey yaşaya bilərik. Bəli. Bu qədər.